Qadınlar cəmiyyətdə digər sahələrdə olduğu kimi kino sferasında da ayrı-seçkiliyə məruz qalırlar. Bu hələ onların uşaq yaşından, yəni qız uşaqlarının təhsil və peşə seçimlərinin məhdudiyyətləşdirilməsi ilə başlayır və onlar bu sferada özlərinə yer etmək üçün həqiqətən çox çalışmalıdırlar. Bu illəri festivalımızda ustad dərsi vermiş, əfsanəvi Laura Mulvey tamaşaçılardan bir sual almışdı və onun cavabına istinad etmək istəyərdim ki, təxminən belə demişdi ki, kişilərdən fərqli olaraq qadın rejissorların pis film çəkmək və hələ də sektorda uğurla davam etmək şansı yoxdur. Bundan əlavə, qadınlar üçün nəzərdə tutulmuş qadınlara dəstək təşəbbüslərində və müsabiqələrində də biz bu tendensiyanın davamını özündə görürük. Qadınlara dəstək adı altında keçirilən təşəbbüslərdə buradakı jürilər və qərarverici şəxslərdə gender balansı təəssüf ki, qorunmur. Jürilərdən 5-dən 4-ü kişilər təşkil edir və daha dərinə endikdə biz görürük ki, bəzilərinin arasında keçmişdə qadınlara qarşı aqressiv mövqe sərgiləyən şəxslər də yer alırlar.